Mən sizə öz hekayəmi danışmaq istəyirəm. Pul olmasa işlərin də olmayacaq. Bu axı qanunsuzdur, oğurluqdur bu. Bu məsələdə bizdən geri qalmırsan. Mən arxitektoram, perspektivli arxitektor və mən həyatımın ən böyük sifarişini götürdüm. Sənə güvənirəm. Məni pis vəziyyətdə qoyma. Böyük layihə götürmüşəm. Deyirlər böyük perspektivlər var. Nədir, ideyanı bəyəndin? Günü bugün başlayıram işləməyə. Əla, çox sağ ol. Əzizim, layihəm təsdiqləndi. Bütün həyatım bu yeşiyin içində idi. Şəxsi şəkillərim, yazışmalarım, iş fayllarım, yəni hər şey. Bu kompüterdə çox vacib bir layihə də var idi. Həyatımın layihəsi. Çox işləmişdim onun üzərində. Çox vaxt sərf eləmişdim. Bütün günü bu kağızların içindəsən. Axır vaxtlar mənə heç fikir vermirsən. Bu bizim gələcəyimiz üçün. Amma bir gün... Cəmi 2 günə layihəni təhvil verirəm. Bəli, narahat olmayın. Fayllar qaydasındadır. Çəkdiyim bütün əziyyət boşuna getdi. Onunla bir yerdə uğur, pul, nüfuz da getdi. Kimsə sistemimi sındırıb, pirat sistemimi. Belə çıxır ki, bunu edənlər təkcə layihəmi yox, həm də şifrələrim, bank kartlarıma da yiyələnə bilərdilər. Nə bilim, hesablarıma girə bilərdilər. Düzdür, polisə müraciət edə bilərdim. Amma cəmi 2 günüm var idi axı. Uzun sözün qısası, onlar fayllarımı uğurladılar və məndən pul istədilər. Pul olmasa işlərin də olmayacaq. Məcbur olub onlara pul verdim. O an özümü onlar kimi oğru hiss edirdim. Səhv etdim və bunun əvəzini ödədim. Faylları qaytardım, işi də təhvil verdim. Amma heç nə qazanmadım. Əsəbdən başqa. Həyatımın ən böyük səhvini buraxmağa yaxın idim və cəzasını çəkdim. Fayllarınızı pirat sistemlərdə saxlamayın, risk etməyin. Onlar təhlükə altındadır. Mənim səhvimi təkrarlamayın.